Müasir informasiya dövründə Azərbaycan liderinin cəmiyyət və beynəlxalq ictimaiyyətlə açıq dialoqu xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin yerli və xarici media nümayəndələrinə mütəmadi şəkildə müsahibələr verməsi bu baxımdan diqqət çəkən və beynəlxalq praktikada nümunə göstərilən yanaşmadır. Prezidentin istər daxili siyasi proseslər, istər regional və qlobal çağırışlar, istərsə də ən əsas məsələlər barədə açıq, dolğun və faktlara əsaslanan mövqeyi medianın operativ və obyektiv məlumat əldə etməsinə geniş imkan yaradır. Bu müsahibələr təkcə informativ xarakter daşımır. Eyni zamanda Azərbaycanın mövqeyinin dünya ictimaiyyətinə birbaşa və şəffaf şəkildə çatdırılmasında mühüm rol oynayır. Biz də Prezident İlham Əliyevlə müsahibələrdə iştirak edən jurnalistlərin təəssüratlarını öyrəndik. Bu həm bir şərəf məsələsidir, həm də məsuliyyət məsələsidir, böyük missiyadır. Ancaq xüsusilə onu qeyd etməliyəm ki, bugün biz tarixi eranı yaşayırıq. Bir epoxaya şahidlik eləyirik. Bu həmin dövrdür ki, bəlkə də bir çox ölkələrin 100 illər, 1000 illər ərzində keçdiyi dövr bizə təxminən bir qərinəlik dövrdə qismət olub. Çox əlamətdar hadisələrdən daha biri heç şübhəsiz. Mən Qarabağda doğulmuşam, Laçında, Güləbir kəndində və müharibəni öz gözlərimlə görmüşəm. Məcburi köçkünlük həyatı qismət olub, təəssüf ki. Və çox xoşdur ki, Qarabağ, eyni zamanda Laçın və bizim kəndimiz işğaldan azad olunduqdan sonra bizim öz kəndimizin təməl qoymasında, Azərbaycan Prezidentinin bizim kəndin təməl qoyma mərasimində də iştirak etmişəm və bu barədə xəbərləri də Azərbaycan xalqına oradan çatdıra bilmişəm. İkinci şərt Ermənistanın əsas qanunundan, konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılması ilə bağlı idi. Bu növbəti qələbə idi. Yəni, müharibədə qələbə qazandığımız kimi biz sülhdə də zəfər çalırdıq və qeyd etməliyik ki, Amerika vaxtilə bu 8 avqust tarixində baş verirdi və 8 rəqəmi bizim üçün müqəddəsdir, 8 noyabr tarixi ilə və ikinci belə bir 8 rəqəmində biz ikinci zəfəri, bu dəfə sülh zəfərini qazandıq və orada həmin razılaşmadan, sülh müqaviləsinin paraflanmasından sonra Prezident məlum olduğu kimi Azərbaycan televiziyasına, Azərtaca və Aznews'a müsahibə verdi. Господин президент, мы говорим о первых таких региональных проектах с участием Армении в том числе. Fikrimcə, ölkə başçısı ilə olan müsahibədə iştirak etmək hər bir jurnalistin karyerasında ən vacib və ən önəmli hadisələrdən biridir və mən özümü çox xoşbəxt hiss edirəm ki, mən ikinci dəfə bu cür müsahibədə iştirak etmişəm və onu deyə bilərəm ki, əlbəttə müsahibənin ilk dəqiqələrində jurnalistlərin arasında həyəcan hissi var idi, lakin müsahibə zamanı o səmimiyyət görəndə və bütün istiqamətlərdə incə detallara qədər dəqiqlik görəndə əlbəttə ki, bizdə başqa bir his yarandı. Azərbaycanla Ermənistan liderləri arasında Münhen Təhlükəsizlik Konfransı çərçivəsində də görüş keçirilmişdi, amma dövlət başçısının ondan öncə bir sıra liderlərlə görüşləri var idi və günün birinci yarısında Azərbaycan Prezidenti görüşlərinin bir hissəsini yekunlaşdırandan sonra ona yaxınlaşdıq, bir neçə jurnalist və sual ünvanladıq ki, görüşlər necə olub, hansı məsələlər müzakirə edilib. Dövlət başçısı müsahibədə həmin o nüanslardan danışdı. Daha sonra isə Ermənistanın baş naziri Nikol Paşinyan, eləcə də Gürcüstan tərəfinin iştirakı ilə bir Cənubi Qafqaza dair müzakirə oldu. Yenə yaxınlaşdıq və eksprompt bir yaxınlaşma oldu. Dövlət başçısı hava da soyuq idi həmin gün Münhendə. Bir gün öncə də kifayət qədər soyuq havada müsahibələr almağa çalışmışdıq və redaksiyaya zəng etdim, dedim ki, artıq ikinci müsahibəmizi almışıq. Prezident İlham Əliyevin yerli və xarici media ilə davamlı ünsiyyəti təkcə açıq informasiya siyasətinin göstəricisi deyil, həm də dövlət media münasibətlərində formalaşmış etibarlı dialoqun bariz nümunəsidir. Bu müsahibələr vasitəsilə Azərbaycan həqiqətləri birbaşa mənbədən, təhrif olunmadan və dolğun şəkildə beynəlxalq auditoriyaya çatdırılır.